Bugün səhər saat 6'ın yarısı oyanmışam. Girdim qəşəng duş aldım, atıydı, skrab falan, bütün baxımlarımı elədim. Daha sonra kuxlanı səliqəyə saldım, özümə zavtraq hazırladım, yedim. İndi də kofemi götürmüşəm. Yanında da ekler. Sevdiyim bir alimin podkastından baxıram. Həm də olsun Allaha, bazar günü bundan daha gözəl necə başlaya bilər ki? Görək gün ərzində biz nələr gözləyir. Bu günləri getmək istəyirəm jurnalini almağa. Bu həftə mebel ustası dedi ki, buranı gətirəcək. Bu televizorun altını gətirəcək. Onun üstünə qoyacağım aksesuarları da gərək gedim alam. Yuskda indirim var. Jurnalini baxmışam orada. Oradan alacağım. Üst aksesuarlarından da baxacağım. Əgər indirim olsa onları da alacağım inşallah. Bunda böyük vlogda paylaşacağım sizlə. Əgər kanalıma abunə deyilsinizsə, abunə olun, bildirimləri açın, bəyənin. Bəyənəndə daha çox adam görür. Amma bəyənməyəndə daha az adam görür və daha az adam görəndə mən də ruhdan düşürəm.